Hə. 53-cü sual. Bu düstura baxırsan, a kubu plus 8, a kubu plus 2-nin kubudur. Ona görə də birincisi kublar silinir, birincinin kvadratı, birinci vur ikinci, üstə gəl ikincinin kvadratı. Belə olur. Aşağıdan da 5-i çıxardanda a üstə gəl 2 qalır burada. Bunlar getdi. A kvadrat çıxaq 2a çıxon 0-dırsa, onda belə çıxır ki, a kvadratı çıxaq 2a 10-dur. Yəni 10-dan 10 çıxsan 0 qalır. Orada yazırsan, bax bunun yerinə 10, 10 üstə gəl 4, 14 böl 5. Qalır 2.8. Aydın oldu? Belə. Başa düşmədiyiniz olanda soruşun. Bu eyni. 55-ə baxaq. Bizə deyir ki, şərtini ödəyən A və B natural ədədlər üçün ifadənin ən böyük qiymətini tap. Biz bunu əvvəla 2-dən yerə bölək. Bax. İki hissəyə böldüm. Məxrəcləri ayrı yazın. Fərqi var nəsə? Xeyr. Sadəcə bunu nəyə görə elədim? Oradan 4-ü çıxardanda çölə A plus B, bölək A plus B yaranır və A plus B-lər gedir. Düzdürmü? Üstə gəl, 7 böl A plus B də bura qalır. Aydındır mı? Bir dənə səliqəli altdan yazım. 4 üstə gəl, 7 böl A plus B. İndi belə bir söhbət edək. Əgər ki, biz ifadənin ən böyük qiymətini istəyiriksə, məxrəc ən kiçik olmalıdır ki, böləndə elə bil ki, böyük qiymət alınsın. Onda A ilə B-nin ən aşağı qiyməti nə yaza bilərəm? A ilə B natural ədəd olduğu üçün bura 3 yazaram, bura 4 yazaram. Olacaq, 4 üstə gəl, 7 bölək, 3 plus 4. 4 plus 1, 5 verir. Yəni 7 böl 7, 1 qaldı, 5 alındı. Fikrim çatdı? Orada A ilə B-ni niyə aşağı götürdüm? Dedim də, məxrəc az olmalıdır ki, kəsirin qiyməti artsın. Bəli, belə. Aydın oldu? Güzel. A və B parametrlər üçün dəyişənin mümkün qiymətlər çoxluğunda bərabərliyi həmişə ödənərsə, A çıxıb B-nin fərqini tapın. Gəl baxaq. Bunları deməli biz ayrı-ayrı vuruqlara ayırmalıyıq. Birinci məxrəcə bir dənə baxaq. X kubu çıxaq 3x kvadratı çıxaq x plus 3. Ortaq nə çıxır? X 2. Çıxanda qalır x çıx 3. Düzdürmü? Bir də oradan mənfini çölə çıxartsan, mənfini çölə çıxartsan. X çıxaq 3. Mənfi çölə çıxıb deyə ikisinin işarəsi dəyişir. Nə olur bura? X çıx 3. Yerdə də qalır x kvadrat çıxaq. Yazılmayıbsa 1. Düzdür uşaqlar? İndi gəl yuxarıdakı ifadəni də, buranı da bir dənə görək nəyəsə vuruqlara ayıra bilirikmi? Hə. 14x kvadratı çıxaq 18x plus 4. Vuranda, bax, 4 ilə 14, 18, yox, neçə, 56. Vuranda 56, toplayanda mənfi 18. Mənfi 18 nədir? Necə? Bax. Vuranda 56. Vuranda 56. Lap istəyirsiniz bunu biraz... Belə eləyək, 2-yə bölmə hər tərəfi biraz bəlkə daha rahat olar. 2-ni çıxartdıq çölə. Qalsın burada 7x kvadratı çıxılsın. 9x üstə gəl 2. Belə deyək, vuranda 14, toplayanda mənfi 9. Mənfi 7 ilə mənfi 2 deyil. Vuranda elə bil 14 verir, toplayanda mənfi 9. Hə, olar, mənfi. Hə, biz nə dedik buna? Mənfi 7. Bir dənə özür istəyirəm, buranı bir dənə düzəldim. Hə, demək 7x kvadratı çıxaq 7x, çıxaq 2x. Oldu belə? Mənfi 7 ilə mənfi 2 götürdük də. Onun vuruqları ayıraq bir dənə. Buradan 7x-i çıxardırsan çölə, qalır nə?
x sıx 1. Buradan da mənfi 2-ni çıxardırsan çölə. X sıx 1. Deməli, 2 vurulsun. Vuruğun biri x sıx 1, digəri 7x sıx 2 qalır. Düzdürmü? İndi qaydırıq başa. Bu məxrəc idi. Bu da oldu bizim surətimiz. Yazıram. X, bir dəqiqə, səhv yazmadım. Səhv yazdım. O məxrəc idi. 2 vurulsun. X sıx 1 vur. 7x sıx 2 yuxarını tapdıq. X sıx 3 vuraq. X kvadrat çıxa 1-in açılışı nədir? X sıx 1, x plus 1. X sıx 1, x plus 1 yazıram bura. Elə bil ki, x sıx 1-lər gedir görə. Belə bir ifadə qaldı mı? Buranı da necə yaza bilərik biz? Bax, belə eləyək. Bunu vurub açanda nə olur? 14x çıx 4. Bölünsün. X sıx 3 vur x plus 1. Belə bir şey alındı. İndi belə bir iş görəcəm mən. X plus 1 vuracam bura. X sıx 3-ü də vuracam bura. Niyə? Ortaq məxrəc olsun. Onda yuxarı nə olur? AX plus A, BX çıxaq 3B. Oldu belə. Məxrəc də məlum məsələdir. X sıx 3, X plus 1. X-ləri gəl bir yana yığaq. Biraz uzun gedir, eyb yox, canım sağ olsun. AX ilə BX. A plus BX yaza bilərəm bunu. Yerdə nə qaldı? A çıx 3B. Bu da bərabərdir. Yuxarıdakı ifadəyə baxın, deyir, həmişə ödənərsə bərabərlik. Yuxarıdakı ifadə nədir? 14x çıx 4 bölək x çıx 3, x plus 1. Bunun tam doğru olması üçün A plus B 14 olmalıdır. Eyni olsun da. X-lərin yanları eyni olmalıdır. A plus B nə olur? 14. A çıx 3B'miz də mənfi 4 olmalıdır. Ki, tam düz olsun. Nə dedim? A çıx 3B bərabər mənfi 4. İndi neyini? Yuxarı elə 3-ə vursam 3A, bu 3 oxşamadır. Üstə gəl 3B bərabər 42. A çıxa 3B də bərabər mənfi 4. 4A'mız qalır 38. A da olur 19'un yarısı 19'un yarısı 9.5 deyəsən. Cəmi 14 olmasın B nə olur? 4 onda 5. Yəni cəmi 14 eləsinlər. A çıx B fərqi. Utanmaz bunda soruşur. 5. Oldu uşaqlar. Belə. Çox gözəl sualdır. Silək. Yenə deyirəm, o misalı tam başa düşmək başqa söhbətdir. Yəni, qısa başa düşün. Orada vuruqları ayırmanı, burada nə bilim, neynədim tutaq ki. Baxsan ki, 2 dənə kəsir bərabərdirsə, məxrəclər eynisə, surətlər də nə olmalıdır? Eyni. Surətlərin də eyni olması üçün x-lərin yanları da eyni olmalıdır. X olmayanların yanları da eyni olmalıdır. Bildiniz? Belə. Bu, sən təzən işləyəcək evdə. Yəni, üstündən oppam keçməyək. Asan sualdır. 3 ardıcıl cüt natural ədəd deyəndə 2, 4, 6. Bunu yerinə qoysa cavab çıxacaq. Mən yazmayayım da buna. Yerinə qoyarsınız. Yaxşı. Yəni, yalandan bunu yazım, neyniyim, yəni hesablamanı da bilməyən videoya baxın. İndi demək, burada neyniyək? X kvadratı, bir dənə belə bir şey deyimsə, baxan kimi adam gözünə çarpır, bilməm, siz gördünüz, görməz. Bu 3x-i. İndi burada neyləyə bilərik ki, bu yana baxaq. Burada, bununla bunu bir götürəcəm. İndi niyəsini görəcəksiniz. Bir də ki, bununla da bunu bir götürəcəm. Səbəb nədir? Sən onsuz da, bura məxrəci 1-dirsə, bura x-ə vurasan, nə olacaq yuxarı? Plus 1 bölü x. Düzdürmü?
Bir də ki, bu köməksiz düstur bayaqdan yazırdıq. Yazacağım x plus 1 bölü x'in kvadratı x vur. X vur 1 bölü x değil. Ha, indi x kvadrat plus 1 nə idi? Burada 3x yazın yerinə 3x bölü x. X-ə gedəcək nə qar? 3. Keçdik bu yana. Biz buranı nə aldıq? Eyni şeydə burayla. 3. 3'ün kvadratı oldu 9. X-lər getdi. Çıx 2. 12-dən 2 çıxanda 10 qar. Bir daha deyirəm, burada başımız ilişməsin. Yəni, bura 3'dür də, bura. Onda bura da 3'dür. Onu təzədən bir də yazıb başımızı ağartmaq istəmədim. Oldu? Belə. Qarşılıq yoxdur? Bir dənə burada həmişə nədə diqqətli olun, bax, görsən. Baxan kimi gözə çarpır ki, buradan misal üçün sən x-i çıxarsan, x plus 1 qalır. Yəni, sənə burada əsas işin buradan keçəcək. X kvadrat plus 1'i saxla, mənfi 4x-i at o yana. Ondan sonra ixtisarda falan çıxır gedir. Evdə yoxlayarsınız bir dənə görün. 61'i yazmaq istəmirəm, könlümdən keçmir. İstəsəz yaza bilərəm. Yazayım. Vadar edirsə yazaq. 11'in kvadratı kvadratı. Belə deyək də. Hə. Ayda bu nə rəngdir? Yavr oldu. Bu b kvadratının kvadratıdır. Bu da 2'nin kvadratıdır. Düzdürmü? Cəbdən buranı sadələşdirim. Sonra aşağıya qaydarıq. Demək bu nə olur? B kvadratı plus 2'nin kvadratı çıxaq 2 vur. B kvadratı vur 2. Düzlədim uşaqlar. Sonra bunu yazacağım. B kvadratı üstə gəl 2 kvadratı çıxaq. Bu 4B kvadratı eləmir. 4B kvadratı nəyin kvadratı? 2B'nin mötərizə kvadratıdır. Onda sən bunu yazanda yazarsan bir dəfə. B kvadratı üstə gəl 2, üstə gəl 2B. Bir dəfə də yazarsan 2 çıxaq 2B. Düz dedim? Məxrəz də orada dişlərini ağardır. Məxrəz nədir orada? Əslində bunu bunun ardına yazmalı deyiləm, amma neysə də daha başa düşdünüz ki, bu yazdığım surət idi. Hə, indi bölürəm bura. Buna bu gedir. Qalır belə bir şey. Düz dedim? B kvadrat çıxaq 2B üstə gəl 2. İndi də yerinə qoyub hesablaya bilərsiniz. 11'in kvadratı 121, 2'nin 11'ə 22, üstə gəl 2. 101 qalır deyəsən. 121'in üstə 2, 123. 22'də çıxanda 101. Problem yoxdur. Amma birbaşa yerinə qoysaydın, orada dəlxana düşəcək. Aydın da. Bayaq 62 ayda yazdıq. İndi sən. Ona görə ona baxmayacağım. Hə. Ən zəhləm gedən suallardan biridir. Buranı, deyəsən buna ayda yazmışdıq hə biz. 1 plus m buranı vururduq. 1 çıx m buranı. Deməli, 1 plus m, 1 plus m vuranda 1 plus m'in mötərizə kvadratı orada. 1'in kvadratı 1, 2 misli 2m, üstə gəl 2'nin kvadratı m kvadratı. Üstə gəl. 1 çıx m, 1 çıx m vuranda 1'in kvadratı 1, çıx 1'in ikinci yazsın 2 misli 2m, üstə gəl 2'nin kvadratı m kvadratı. Aşağıda 1 çıx m, 1 plus m vuranda nə olur? 1'in kvadratı 1, çıx 2'nin kvadratı m kvadratı. Bildiniz? Minusu plusa vuranda 1 çıx m kvadratı olur. Bölmədə tərsinə vurma olur deyə məxrəci surəti yazacağım. Buranı yenə nəyə vuracaq? 1 plus m-ə. Buranı da vuracaq 1 minus m-ə. Bayaqki söhbətdir. 1 plus 2m plus m kvadratı çıxılsın olduğu üçün, bunu buna vuranda normalda işarələri yazmalıyım. Hə, mən tərsinə yazmalıydım, hə? Düz deyirsən. Bu uşaq. Dəryaddır. Nə yazırdım yadımdan çıxdı? 1 plus 2m m kvadrat çıxılsın.
Birincinin kvadratı 1. Bunun bunasının iki misli. Mənfi 2 olmalıdır. Qabağındakına görə müsbət 2. Normalda üstə gəl m kvadrat olmalıdır. Qabağındakına görə çıx m kvadrat. 1 plus m də 1 minus m vuranda birincinin kvadrat çıx ikincinin kvadrat olur. Bunlar getdi. Bunlar getdi. Yuxarıda nə qaldı? 2m kvadratı. Aşağıda nə qalır? Bunlar gedir, m kvadratları. Birlər də gedir, qalır 4m toplayırsan. 2-yə də böləndə hər tərəfi 1 üstə gəl, m kvadratı bölək 2m olur. Bizə nə deyir? Deyir, ifadənin ən kiçik tam qiymətini tap. Sən əvvəl neynə? Gəlsə bir dənə ağıllı məsləhət verim. 2-də 1-i çıxartdıq çölə. Orada nə qalır? 1 plus m kvadratı böl m. Düzdürmü? Bunu da mən nə yazacağım? Mən sizə deyim. Yazacağım 1 bölü m. Üstə gəl. M kvadratı bölü m. Belə yaza bilərəm. Bunlar da getdi. Nə qaldı? Qaldı 2-də 1 vurulsun. 1 bölü m üstə gəl m. Belə bir şey. İndi burada ədədin özü ilə tərsinin cəmi bir dəfə demişdim. Müsbət ədəddirsə m ən az neçə olur? 2. Müsbət ədəddirsə. Mənfi olsaydı ən böyük mənfi 2 olur. Amma müsbətdirsə ən az nə olur? 2. Yox, indi bir dənə bir söhbət edəcəm sizə. Bura mən əslində nə qoymalıyam? Ən az 2. 2-də 1 də 2-yə vuranda nə alınır? 1. Düzdürmü? Amma burada bir dənə problem var. Sualda bir dənə problem qoyublar. Nə? Sən buranı 2 eləmək üçün m-ə nə qoymalısan ki 2 olsun? M nə olsa bura 2 olur. 1. 1 böl 1 üstə gəl 1. Neynir? 2. M-ə 1 qoyanda 2 olur da. İndi azar orasındadır ki, biz ora 1 qoya bilmirik. Niyə? Çünki 1 qoysaq buranın məxrəci qışqırır. Başa düşdünüz? Yəni məxrəc 0 olur. Ona görə ora 1 də qoya bilmirik. Biz demişdik ən az 2 olmalıdır da, düzümü? 2 qoyanmırıq, bu getdi. 3 də qoyanmırıq. Niyə qoyanmırıq? 3-ü 2-də 1-ə vuranda tam qiymət almıram. Amma məndən ən kiçik tam qiymət soruşur. 3 də getdi. Nə qalır? 4. Yəni 2-də 1 vur. 4 nə olur? 2. Sual ekstra diqqət tələb edir. Yəni, orada sən ən kiçik qiyməti tapsan belə, yenə deyirəm, yerinə qoyanda görsən problem çıxır, 1 qoyanda. M-in yerinə 4 qoyulur. M-in yerinə yox. M plus 1 bölü M-in dedik, ən kiçik tam qiyməti nədir? 2. 2 1-ə görə problem çıxartdı. 3 qoydum, 3-ü 2-də 1-ə vuranda tam qiymət almıram. Məcbur nə qoydum? 4. Belə.